Salam əziz abituriyentlər, bugün sizlərlə natural ədədlər mövzusunun mövzu izahına baxacağıq. Natural ədədlər saymaq üçün istifadə etdiyimiz ədədlərdir və natural ədədlər böyük N hərfi ilə işarə olunur. Natural ədədlər 1-dən başlayır və müsbət sonsuzluğa qədər davam edir. Və buradan da qeyd edeyim ki, 0 natural ədəd sayılır. Natural ədədlər tək və cüt olmaqla 2 yerə bölünür. Tək ədədlər 1, 3, 5 və bu şəkildə 2-2 artaraq sonsuzluğa qədər davam edir. Tək ədədlərin ümumi düsturu, ümumi yazılış forması 2n-1-dir. Yəni biz n-in yerinə hansısa bir rəqəm yazsaq, məsələn 5 yazsaq, 5 vur 2, 10, 1-in çıxsaq 9 olacaq. Yəni hər vəziyyətdə bu bizə tək ədədi verəcək. Cüt ədədlər isə 2-dən başlayır. 2, 4, 6, 8, 10, 12. Bu şəkildə hər biri özündən əvvəlkindən 2 vahid böyük olmaqla yaranır və cüt ədədlərin ümumi yazılış forması 2n. 2n ümumi düsturudur. N-in yerinə istənilən bir rəqəm yazsaq, məsələn 7 yazsaq, 7 vur 2, 14. Görürük ki, cüt ədəd olacaq. 9 yazsaq, 9 vur 2, 18. Hər vəziyyətdə cüt olacaq. Və natural ədədlərin ümumi yazılış formaları var. 1 rəqəmli, 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli ədədlər üçün. Məsələn, 2 rəqəmli ədədlər yazılır AB üzərində xətt formasına. Bu, məsələn, 17, 35, 56, 79 bu şəkildə yazılan bir ədəd. Nə demək istəyirik? Əgər yazılsa AB üzərində xətt yoxdursa, bu A vur B deməkdir. Yox, AB üzərində xətt varsa, bu 2 rəqəmli bir ədədi göstərir. 2 rəqəmli ədəd sondan əvvələ saysaq, ümumi yazılış formasıdır. Təklik, onluq. Onda A-nı sayacaq biz 10A, B-ni isə 1-5 şəklində yazılmalıdır. Məsələn, ABC üzərində xətt o deməkdir ki, təklik onluq 100-lük. 100A plus təklik onluq 10B plus 1 dənəcək. Məsələn, ABCD-ni də yazaq, 4 rəqəmli ədəd olur. Bu 4 rəqəmli ədədin yazılış formasında sondan əvvələ saysaq, təklik onluq 100-lük minlik olacaq. Yəni 1000A plus təklik onluq 100-lük 100B plus təklik onluq 10C plus bir dənə də D olacaq. Məsələn, nümunə kimi 248 yazsaq biz, 248 3 rəqəmli bir ədəddir. Təklik onluq 100-lük 2 dənə 100-lük var burada plus təklik onluq 4 dənə onluq var burada plus bir dənə də təklik var. Yəni 8 dənə də təklik var daha doğrusu. Bu 3 rəqəmli ədədin ümumi yazılış formasıdır. Və ümumiyyətlə bu ədədlərin hər biri tək-tək rəqəmlərdən əmələ gəlir. Rəqəm anlayışı odur ki, qısaca bunu deyim, rəqəm anlayışı 0-dan başlayır, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 da daxil olmalı. Ədədlər isə rəqəmlərdən düzələn hər hansısa bir ədədlərdir. Daha sonra natural ədədlər var, sadə və mürəkkəb ədədlər. Sadə ədədlər yalnız 1-ə və özünə bölünən ədədlərdir. Məsələn, 17 yalnız 1-ə və 17-yə bölünür. 11 yalnız 1-ə və özünə bölünür. Bu cür ədədlər sadə ədədlər adlanır. Var bir də mürəkkəb ədədlər. Mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlər adlanır. Məsələn, 12. 12 1-ə və özünə bölünür. 2 böləni var, 2-dən çox böləni, məsələn, 3-ə bölünür, bəli. Bir dənə də artıq böləni olsa, artıq mürəkkəb ədəd sayılır. 6-ya bölünür, bəli. 2-yə bölünür, bəli. Demək, avtomatik olaraq bu mürəkkəb ədəddir. Məsələn, yazaq 60 ədədini.
60 ədədi birdən və özündən başqa, yəni 2-dən çox böləni var, bəli. 2-yə də bölünürsə və salam. Demək ki, bu ədəd avtomatik olaraq mürəkkəb ədəd sayılacaq. Bir də burada bizim qarşımıza ədədin bölünmələri çıxır. Yəni, bölünmə əlamətləri. Bölünmə əlamətləri nədir? Bölünmə əlamətləri ədədin böyüklüyü və yaxud kiçikliyi fərq etmədən ədədə baxan kimi biz həmin ədədin 2-yə, 3-ə, 4-ə, 5-ə bu şəkildə asan bölünmə qaydasını bölünmədiyini aydın başa düşürük. 2-yə bölünmənin qaydası sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitən istənilən natural ədədlər 2-yə qalıqsız bölünür. Məsələn, 846 ədədini sadəcə 6-ya baxsaq kifayətdir. 6 ilə bitirsə 846 2-yə bölünəcək. 3-ə bölünmənin qaydası rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünən ədədlər 3-ə bölünür. Məsələn, bu ədəd 3-ə bölünür yoxsa yox? Bunu biz bölmədən də bilə bilərik. Necə? Bunun rəqəmlərinin hamısını toplasaq, görəcəyik ki, 27 edir. Yəni 5 plus 4 plus 7 plus 2 plus 1 plus 8. 27 3-ə qalıqsız bölünürsə, bu ədədin özü də 3-ə qalıqsız bölünəcək. 4-ə bölünmənin qaydası son 2 rəqəmi 4-ə qalıqsız bölünən ədədlər 4-ə qalıqsız bölünür. Məsələn, bu bölünükdə həmin ədədi yazıram bura. Bu ədəd 4-ə bölünür yoxsa yox? Bölünmür. Çünki sadəcə son 2 ədədinə baxmalıyam. 18 4-ə qalıqsız bölünmədiyinə görə bu ədədin özü də 4-ə qalıqsız bölünməyəcək. Amma olsaydı ki, burada məsələn 80, onda bu ədədi biz necə oxuyardıq? Təklik, onluq, yüzlük, tək min, 10 min, 100 min, tək milyon. 5 milyon 472 min 180 ədədi 4-ə qalıqsız bölünür. Çünki son 2 rəqəmi 80-dir. 80 4-ə bölünürsə, həmin ədəd də 4-ə qalıqsız bölünür. Və yaxud son 2 rəqəmi 0 ilə bitən istənilən natural ədədlər 4-ə qalıqsız bölünür. Növbəti 5-ə bölünmənin qaydası. 5-ə bölünmənin qaydası sonu 0 və 5 ilə bitən natural ədədlər 5-ə qalıqsız bölünür. 6-ya bölünmənin qaydası eyni zamanda 2-yə və 3-ə bölünən ədədlər 6-ya qalıqsız bölünür. Məsələn, hər hansı bir ədəd götürürük və ədəd 6-ya bölünür yoxsa yox, bizdən soruşulsa, birinci baxmalıyıq ki, həmin ədəd 2-yə bölünür. 2-yə bölünmənin qaydası sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər. Bitirsə, deməli bölünür. 3-ə bölünürmü? Rəqəmlərinin cəmi 3-ə bölünürsə, deməli həmin ədəd 3-ə də bölünür. Hər ikisinə bölündüyü halda 6-ya bölünür demək olar. Bölünməsə. 8-ə bölünmənin qaydası. 8-ə bölünmənin qaydası son 3 rəqəmi və yaxud 4-də son 2 rəqəmi idi. 8-də isə son 3 rəqəmidir. Son 3 rəqəmi 8-ə qalıqsız bölünən ədədlər 8-ə qalıqsız bölünür. Və eyni zamanda sonunda 3 dənə 0 olan ədədlər də 8-ə qalıqsız bölünür. Növbəti baxaq 9-a bölünmənin qaydası. 3 növdə 9 bənzəyir. Rəqəmlərinin cəmi 9-a qalıqsız bölünən ədədlər də 9-a bölünür. Bu da 3 kimi. Məsələn, belə bir ədəd yazaq. Bu ədəd 9-a bölünür. Bu ədədin rəqəmlərini toplayırıq 18. 18 9-a bölünürsə, deməli 4572 ədədi də 9-a qalıqsız olaraq bölünəcək. Bu ədədlərin bölünmə əlamətləridir. Natural ədədlərdə bölünmə əlamətləri. İndi isə baxacağıq, bayaq dedik ki, biz mürəkkəb ədədlər var, 2-dən çox böləni olan ədədlər. Bir də var, mürəkkəb ədədləri sadə vurğulara ayırma qaydası. Yəni, ədədlərin sadə vurğulara ayrılması.
Ədədlərin sadə qruplara ayrılması bu söhbət mürəkkəb ədədlərdən gedir. Məsələn, biz 120 ədədini götürüb sağ tərəfindən bir xətt çəkirik və bunu sadə qruplara ayırmaq istəyirik. Sadə qruplara ayıran zaman ən kiçik sadə ədəddən başlamaq lazımdır. Yəni 2-dən. 2-yə bölünürsə bölünür. Bölünməsə 3, bölünməsə 5, bölünməsə 7. Bu şəkildə sadə ədədləri bölməliyik. 120-ni 2-yə bölsək 60. Neçə ki bölünürsə bölə-bölə getməliyik. 2-yə bölünürük 30. 2-yə bölünürük 15. 15 2-yə bölünmür. Növbəti sadə ədədə, yəni 3-ə bölmək lazımdır. Onda olacaq 5. 5 də elə 5-ə bölünür, alır 1. Bu ədədin sadə qruplara ayrılışıdır. Bunu da yazırıq. 120 bərabərdir. Neçə dənə 2 var burada? 3 dənə 2 var. 2-nin qüvvətində onun sayı yazılır. Qüvvət üstü demək. Vurulsun 3, bir də vurulsun 5. Bax, bu yazılış ədədinin sadə qruplara ayrılmasından alınan ədədlərin yazılışıdır. Burada bizdən soruşula bilər nəyi? Birinci, diqqətlə dinləyirik. Sadə qrupların sayı. Əgər bizdən sadə qrupların sayını soruşsa, hamısını götürmək lazımdır. Bax, burada gördüklərimizin hamısını 1, 2, 3, 4, 5. 5-ni də götürmək lazımdır. Sayı 5 dənə. İkinci bizdən soruşsa ki, sadə bölənlərin sayı. Sadə bölənlərin sayı. Sadə bölənlərin sayı deyəndə hərəsindən birini götürmək lazımdır. Məsələn, 3 dənədə 1 dənə işi götürəcəyik. 1 dənə 3-dən birini götürəcəyik, 5-dən də birini götürəcəyik. Yəni, 3 dənə. Buradan da baxa bilərik. Hərəsindən 1 dənə. Üçüncüsü, müxtəlif sadə qrupların sayı. Müxtəlif sadə qrupların sayından sadə bölənlərin sayı eyni qədərdir. Yəni, müxtəlif deyirsə, yenə də yəni hərəsindən birini götürməliyik, o da üçün. Növbəti olacaq natural bölənlərin sayı. Natural bölənlərin sayı soruşulduqda biz sayının üstünə bir gəlməliyik. T hərfi ilə işarə olunur. Dördüncü natural bölənlərin sayı T hərfi ilə işarə olunur. Və düstur belədir. N plus 1 vurulsun. N plus 1 vurulsun. K plus 1. Yəni 2-dən neçə dənədir burada? 3 dənə. Sayının üstünə 1 gəlir. 3-dən neçə dənədir burada? 1 dənə. Sayının üstünə 1 gəlir. Bəs burada 5-dən neçə dənədir? Ondan da 1 dənədirsə sayının üstünə 1 gəlir. 4 vurulsun, 2 vurulsun, 2. Bu dəqiqəcə olmalıdır. Bu, natural bölənlərinin sayıdır. Yəni 120-nin natural böləni 16 dənədir. Var tam ədədlər. Tam ədədlər həm müsbət ədədlər, həm mənfi ədədlər, həm də 0 götürülür. 120-ni 0-a bölmək olmaz. Bu öz yerində. Əgər bunun 16 dənə natural böləni varsa, bir də var tam bölənlərin sayı. Tam deyəndə həm onun müsbət olanını, həm də mənfi olanını götürürük. 16 dənəsi müsbətdirsə, tam deyəndə həm 16 müsbəti, həm də 16 mənfi. Yəni, cəmi neçə dənə? 32 dənə ədəd götürülməlidir. Tam bölənlərin sayı 32, natural bölənlərin sayı isə 16 olacaq. Bu da ədədin sadə qruplara